olmadı da. Al bunu da elinde sakla. Əmləri göstər. Çok da olamadı. Gənclər tanısın, gələcəkdə yaşatsınlar da. Vətənpərvər olub böyüdür, amma mən özümün xəbərim olmadı. Yani bunlar hakkında informasiyaları gelecek nesil esasında. Heç kimsə bu deyil də, bir şey olmayıb. Yani Şehit Xanım kimi öz mədəniyyəti ilə, davranışı ilə. Onu bilirəm ki, bu his ağır bir hisdir. Övladı müharibə döşədir. Qürur hissi də var, kədər də var. Amma mənim ən birinci ildə. Həsənli Eldar Müşfiqoğlu 1997-ci ildə sentyabrın 25-də anadan olub. O həm sakit, həm dəcəl təbiətli bir uşaq olub. O orta məktəbi əla oxudu, qurtardı. Mingəçevir Dövlət Universitetinə informasiya texnologiyaları və sistemi mühəndisi ixtisasına daxil oldu. O vaxtdan o vətənini, xalqını çox sevirdi. Hələ 9-cu sinifdə olan vaxtı o istərdi ki, zabitlik oxumağa getsin. Amma mən ona icazə vermədim. Çünki onun 14 yaşında qardaşı qəza nəticəsində rəhmətə getmişdi. Ona görə mən qorxdum. Yəni istəmədim o getsin. Amma elə bil qorxmağım elə bil bir nəticə vermədi da. O qorxu içimdə varmış. Sən demək ki, bu hadisə olacaq imiş. Mən qoymadım. Dedim ki, sən əskərə gedib gələndə biləcəksən ki, onun çətinliyi nədir da. Sən onda istəməyəsən hərbiçi olmaq. Bakı şəhərində daxili qoşunlarda xidmət elədi. Əskərlikdən gəldiyi 2 ay idi. Dedi ki, mən zabitlik kursu oxumağa gedirəm Bakıya. Onda nişanlı idi. 4 il idi ki, nişanlı idi. Mən qoymadım. Yəni elə o həmin dəqiqədən net dedim, yox, ola bilməz belə şey. Nə qədər dil töydü, savadlı uşaq idi. Başladı mənə nə bilim məsəl gətirməyə, nə bilim vətəndən, vətənpərvərlikdən belə danışdı. Bir təhər məni razı saldı. Halbuki heç vaxt mən ona deyirdim ki, heç vaxt razı olmaram da sən hərbiçi olasan. Ondan sonra nişanlısına dedim, ay Fərdə, o səni çox istəyir, sənin sözünə baxacaq. Sən onu qoyma getsin. Nəsə onu da yola gətirdi, şirin dilini işə saldı, onu da yola gətirdi. Elə bir sentyabrın 27-si müharibə başladı. Mən də yalvarırdım, dedim, ay Eldar, sən də atqaz elə, müharibə başlayıb. Dedi, yox mama, sən nə danışırsan, bu oyun oyuncaqdır, mən getməyim, sən getmə, bəs kim getsin? Amma o dedi, görmürsən mama, atırlar, Mingəçevirə kimi atırlar, gəlib evlərimizə girsinlər, sən nə danışırsan? Vətənpərvərlik onda çox baş qaldırmışdı, belə həvəslə gedirdi ki, hətta o gedəndə, universitetə gedəndə həmişə belə kirli saqqal saxlayırdı. Atası da Sovetin adamdı, həmişə dalaşırdı ona ki, üzünü təmizlə. Deyirdi ki, mən başa düşmüşdü, mən o qaşınma verir filan. Amma ki, bu zabitlik işləyəndə hər səhər 6-da dururdu. Hər səhər üzünü təmizləyirdi, həvəslə. Dururdu, belə qatlayırdı paltarını, deyirdi ki, yox, Fərdə, yaxşı düzəltmədim, bir də elə. Bax, o şəklində, orada bir şəkli var, o şəklində belə durdu, şəkil çəkdirdi. Dedim, amma nə yaxşı, mən bu işə girmişəm da, yəni çox sevirdi onu, çox. 8 ay idi, işləyirdi. Xaldan da hərbi hava qüvvələrində o baxır. Qovşaq rəisinin müavini işləyirdi. İşindən çox razı idi, çox sevirdi işini. Bir dəfə də o evdən çıxanda, qoy onu deyim, evdən çıxanda Fərdiyə deyib ki, mən şəhid olsam neyniyərsən? Fərdə də o vaxtı anlamayıb. Dedim ki, neyniyəcəm? Çıxıb gedərəm atamın evinə. Onda da elə bir zərfə doğulmağa 2 ay qalmışdı. Elə deyəndə bunun acığı tutub. Daha sonra Fərdə soruşmayıb ki, niyə bu sözü deyirsən? Deyib, yox, niyə gedirsən? Deyib, sənin qızına kimdir baxan? Deyib, atam baxar mənim qızıma. Ondan bir şəhid olandan 6-7 ay sonra bir dənə dostu gəldi onu. Dedi ki, xala, Eldar mənə demişdi ki, yuxumda görmüşəm, şəhid olmuşam, belə formada filan uzanmışam. Dedi, deyir, əlinə vurdu, güldü. Sən demə ki, o yuxudan sonra Fərdəyə o sözü deyibmiş.
Gedirdilər məzuniyyətə Qubadlıya falan, hələ Qubadlıdan 15 gün idi gəlmişdi. Onda Kəlbəcərə bir gün gedib gəlməli idilər. Döyüş təminat aparırdılar. Onda qapıdan yola saldıq. Məni qoymadı öpbəyə. Dedi ki, mama nə olub? Seyid, axşam gələcəm də. Elə belə qaçaraq qucaqladı məni bir dəfə öpbəyə. Elə zorla dedi, gələcəm də nə olub? Yoldaşını çağırdı, öpdü. Mən də hələ belə vurdum, dedim, utanmırsan mənim yanında yoldaşını öpürsən. Sən demək ki, axırıncı gedişiymiş, ona görə evliymiş. Eldarın həyat yoldaşı Fəribə Həsənliyəm. Eldar haqqında uzun-uzun danışa bilərəm. Düzü, qısa bir müddətdə biz Eldar tanısam da, amma yəni uzun-uzun danışa bilərəm. Amma ağlıma ilk gələ biləcək təbii ki, yenə deyirəm, qürur hissidir. Çünki biz həqiqətən onunla qürur duyuruq. Mən bir şey vurulamaq istəyərdim ki, məsələn, biz son günü bilmirdik təbii ki, belə bir hadisə olar, düşünmürdük. Kəlbəcərə gedirdi, yolda danışmışdıq. Hadisə saat 6 radələrində olmuşdu, biz saat 4-ə qədər danışmışdıq. Yəni onda heç səbəbsiz yerə yazmışdı ki, mənim bu həyatda 2 arzum var. Yəqin ki, o insan hiss eləyirmiş də ki, nəsə, yəqin onlar, ümumiyyətlə şəhidlər yəqin hiss eləyirlərmiş ki, onlar şəhid olurlar. Mənə demişdi ki, yəni 2 arzum var. Biri zabit olub bu dağlarda, Qarabağda xidmət eləmək. İkinci arzum da o idi ki, mənim övladım qız olsun. Yəni, övladımın qız olmasını çox arzulayıram. Mən də yazmışdım ki, Allah arzularını çatdırsın. Çünki onun arzuları artıq demək olar ki, yerinə yetmişdi. Yəni, demək istirdi ki, artıq arzulayacağım heç bir şey qalmayıb. Yəni, bir zabit oldum, bir də övladım qız olacaq, mənim başqa bir arzum yoxdur. Gedəndə söhbət eləmişdik, yəqin ki, mama da vurğulamış olar. Mənə deyirdi ki, yəni, sanki bizi bir-birimizə tapşırmışdı. Yəni, valideynlərini mənə, məni valideynlərinə. Həqiqətən mən düşünürəm ki, Eldar bizi bir-birimizə əmanət elədi, getdi və dilinlə vurğuladı ki, yəni siz artıq bir-birinizə əmanətsiz. Bəzi şeylər var ki, insan həmin o vaxtları xatırlayanda o duyğuları təkrar yaşamaq çox çətindir. Bəzən elə bilirəm ki, elə bir şeylər olmayıb, yəni yaşanmayıb, o hələ də bizləndir, bizlə yaşayır. Amma geri dönüb 4-5 il əvvələ qaydanda elə bilirəm ki, onlar bir yuxuymuş, bir nəsə baş verib, keçib gedib, yəni reallığına inana bilmirəm. Ona görə elə bilirəm ki, təkrar o yuxuya geri dönmüşəm, geri qayıtmışam. Danışmaq çox çətindir. Həqiqətən onları yaşamaq, o günləri yaşamaq çox çətindir. Son deyəcəyim odur ki, qızın üzünü görməsə də qızı onu çox sevir. Qəlbindəki sevgi mənə çox möcüzə kimi görünür ki, insan üzünü görmədiyi birini necə bu qədər çox sevə bilər. Qürur duyur, biz də qürur duyuruq. Bizim üçün həqiqətən çox şərəflidir və hər zaman da qürur duyacağıq.